Salam hörmətli izləyicilər, xoş gəlibsiniz kanalımıza. Bu günləri mən sizə güyəm kompotunun tez və asan üsulla hazırlanma qaydasını öyrədəcəm. Bu çox sadə üsuldur. Bunun üçün bizə yuyub suya çəkilmiş güyəm lazımdır. Yuyub qurudulmuş banka lazımdır. Mən 1 litrlik götürmüşəm. Bir də pesoq lazımdır. 1 stəkan da belə balaca stəkandır. Bir də yaxşı olar ki, təzə qapaq istifadə eləyəsiniz. Qapaq lazımdır. Demək, əvvəlcə nə edirik? Güyəmlərimizi bir-bir bunun içərisinə doldururuq. Demək, əgər çox tünd istəyirsiniz, çox doldurun. Biraz zəif rəngli istəyirsinizsə də az doldurun. Demək, güyəmlərimizi belə doldurduqdan sonra bu pesoğumuzu qırağa tökülməsin deyə belə bir qabdan istifadə edirik. Qoyuruq və pesoğumuzu bunun içərisinə tökürük. Tökdükdən sonra demək, çaynikdə qaynadılmış suyumuz var. Belə qapağımıza tökürük, qoyuruq bir qırağa və başlayırıq butulkamızı doldurmağa. Demək, asta-asta tökün ki, butulkamız çatlamasın, sinsin biraz dibindən. Sonra isə ağzına kimi doldurun. Demək, belə doldurduq. Düz ağzına kimi doldurun ki, bu elə bir soyuyanda biraz çökür aşağı. Belə doldurduqdan sonra qapağımızı qaynar sudan çıxardıb ağzına qoyuruq. Dediyim kimi çox sadə üsuldur. Və möhkəm vururuq. Demək, onu belə möhkəm vurduqdan sonra fikir verirsiniz, pesoğu hələ dibində qalıbdır. Bunu belə-belə fırlayırıq ki, pesoğu ərisin. Dala qabağa eləyin. Demək, bu güyəm mürəbbəsi o dəqiqə rəng vermir. Belə pesoğunu əridin. Yaxşı-yaxşı. Demək, görürsünüz, hələ rəng verməyib. Mən onları 2 gün əvvəl bağlamışam. Görürsünüz, necə gözəl rəng veribdir. Belə. Sonra isə bunu belə elədikdən sonra gördünüz, pesoğumuz əridi. Bunun üzərinə isti bir surfa, ədyal salın, qoyun qırağa. Sabahları götürün sərin bir yerə qoyun. Görərsiniz ki, rəngi toşunu bax, bunlar kimi olubdur. Mən indi çox tökdüm, hələ bunlara az tökmüşəm, bundan da tünd olacaqdır indi. Bax, beləcə. Çox asan və rahat üsuldur. Çox sağ olun. Əgər xoşunuz gəldisə, like qoymağı unutmayın. Bizim kanalımıza abunə olmaq üçün, bizə dəstək olmaq üçün kanalımıza abunə olun. Sizə əvvəlcədən öz minnətdarlığımı bildirirəm. Çox sağ olun.